8-ci sinif testindən 2-ci yarım il üzrə yekunlaşdırıcı ümumi test tapşırıqlarına baxırıq. Birinci suala baxaq. Torbada 4 dənə ağ, 5 qırmızı, 6 yaşıl kürəcik var. 4 ağ, 5 qırmızı və 6 yaşıl. Kürədən ardıcıl olaraq çıxarılan 2 kürəcik torbaya qaytarılmadan ardıcıl olaraq çıxarılan 2 kürəcikdən birincinin qırmızı, ikincinin ağ olması ehtimalını tapın. Birincinin qırmızı. Deməli, bizdə ümumi neçə dənə kürəcik var? 15 dənə kürəcik var cəmi. 15 dənədən 5 dənəsi ilk olaraq qırmızı çıxır. İxtisar aparırıq 3-də 1. Yəni 5 ixtisar getdi. Cavab 3-də 1. Daha sonra 15 dənədən 1 dənəsi çıxdı. 1 dənəsi qırmızı çıxarıldı. Daha sonra torbaya geri qaytarılmır. Neçə dənə kürəcik qaldı? 14 dənə. 14 dənədən də 4 dənə ağ çıxarılır. Bu da eləyir 2 ixtisar getsə 14-ü 2-yə böləndə 7, 4-ü 2-yə böləndə 2. Bu da elədi 7-də 2. İndi bizə deyir ki, hadisənin ehtimalını tapın. Torbaya qaytarılmadan ardıcıl olaraq çıxarılan hadisənin ehtimalı 3-də 1 vurulsun 7-də 2. Bərabərdir 21-də 2. Cavab D variantı. İkinci sualı işləyirik. X vurulsun 4 çıxılsın kökdə 19 kiçikdir 8 onda 8 vurulsun 4 çıxılsın kökdə 19. 4 çıxılsın kökdə 19 hər iki tərəfdə vardı. Bunun işarəsi mənfi olduğuna görə, yəni 4 çıxılsın 4,2 olsun da. Yəni 19-un təqribi qiyməti 4,2 olsa bu işarə mənfi olacaq. 0-dan kiçik olacaq bunun işarəsi. Ona görə x işarə bərabərsizliyin işarəsi x böyükdür 8,8 olur. Nəyə görə? Çünki mənfi ədədə vurulduğuna görə artıq işarə əksini dəyişəcək. X böyükdür 8,8. Bizə də deyir ki, ən kiçik tam həllini tapın. 8,8-dən böyüklər. Ən kiçik tam qiyməti 9. D variantı. Üçüncü suala baxaq. 1 çıxılsın 2x kiçikdir 2-dən böyükdür mənfi 1-dən. Mənfi 1-2 aralığında yerləşir. Əvvəl 1-i çıxardaq buradan. Yəni çıxarmaq üçün nə etməliyik? Hər tərəfdən 1 çıxmalıyıq. Mənfi 2x. Hər tərəfdən 1 çıxsaq mənfi 2, 1. Daha sonra hər tərəfi mənfi 2-yə bölməliyik. Mənfi 2, mənfi 2, mənfi 2. X kiçikdir, böyükdür. X böyükdür. Mənfi 2-də 1-dən, kiçikdir 1-dən. Mənfi 0,5-lə 1 aralığında. Mənfi 0,5-lə 1 aralığı bizdə B variantıdır. Baxaq növbəti suala. Baxırıq 3-cü suala. Əslində 3 yazılıbdır, 4-cü sualdır. Y kvadratı çıxılsın 12 bölünsün y üstə gəlinsin 2 bərabərdir 4y bölək y üstə gəlinsin 2. Tənliyin hər iki tərəfindən y üstə gəlinsin 2-ləri ixtisar eləyərik və 0-dan fərqli götürərik. Y üstə gəlinsin 2 fərqlidir 0, y fərqlidir mənfi 2-dən. Daha sonra sürətləri bərabər götürərik. Y kvadratı çıxılsın 12 bərabərdir 4y. 4y-i sol tərəfə keçirsək, sağdan sola
y kvadratı çıxılsın 4y çıxılsın 12 bərabərdir 0. Köklər cəmi 4, hasili -2-dir. Olacaq y minus 6, y üstə gəlinsin 2 bərabərdir 0. Buradan alırıq tənliyin kökləri 6 və -2. Nə ola bilməzdi? -2 ola bilməzdi. Ona görə də cavabımız 6. Cavab C variantı. Baxırıq 5-ci suala. 5-ci sual da elə yuxarıdakı 2-ci suala oxşardı. Onu yazmırıq. 6-ya baxaq. 6-cı sualda P çıxılsın P minus 1 bölək 2 çıxılsın P plus 3 bölək 4 böyükdür 2-dən. Bərabərsizliyini həll edin. Hər tərəfi 2 və 4-ün ortaq məxrəcinə vursaq, yəni hər tərəfi 4-ə vurarıq. 2 ilə 4-ə ortaq məxrəc 4-dür. Hər tərəfi 4-ə vuraq. Yəni bütün hədləri 4-ə vursaq, 4P çıxılsın 4-ü buna vursaq, 4 ilə 2 ixtisar gedər. Qalar 2 vurulsun. P minus 1 çıxılsın. 4-ü bu həddə vursaq, 4 ilə 4 ixtisar gedər. P plus 3 mötərizədə. Böyükdür 2-ni 4-ə vursaq 8. İndi mötərizələri açaq, sadələşdirək. 4P çıxılsın 2P üstəgəl 2 çıxılsın P çıxılsın 3 böyükdür 8. 4P'dən 2P çıxdıqda 2P, 2P'dən P çıxdıqda P. P böyükdür 8. 2 keçdikdə sağ tərəfə çıxılsın 2, -3 keçdikdə sağ tərəfə üstəgəl 3. P böyükdür 6 üstəgəlsin 3, 9-dan. P böyükdür 9-dan. Cavabımız 9 müsbət sonsuzluq B variantı. Baxaq 7-ci suala. 7-ci sualda deyir ki, funksiyasının təyin oblastını tapın. Funksiyanın təyin oblastı, yəni x-i tapmalıyıq. X-in aldığı qiymətləri tapmalıyıq. Məxrəcə fikir verək. Yəni biz burada mənfi sonsuzluq, müsbət sonsuzluq aralığında, yəni x-in hansı almayan qiymətlərinə baxmalıyıq. Yəni məxrəcdə kökaltı ifadə 0 ola bilməz, lakin kökaltı ifadə 0-dan böyük olmalıdır. 0,6x üstəgəl 0,3 böyükdür 0-dan. İndi biz bu tənliyi həll eləsək, 0,6x böyükdür mənfi 0,3-dən, x böyükdür mənfi 0,3-ü 0,6-ya bölərik. Vergülü atırıq sağ tərəfə, 0 əlavə eləsək 0,5 onluq kəsiri alınır. 0,5. Bizdən soruşur ki, funksiyanın təyin oblastını tapın. Mənfi 0,5-dən müsbət sonsuzluğa qədər. Cavab D variantı. Baxırıq 8-ci suala. A-nın hansı ən kiçik tam qiymətində x bərabərdir -2 ədədi -ax kvadratı çıxılsın 3ax çıxılsın 7 böyükdür 0. Bərabərsizliyinin həlli olar. Biz A-nı tapmalıyıq. X-in yerinə -2 qoyub A-nı tapaq. X bərabərdir -2 olduqda x-in kvadratı 4 eləyir. -4a üstəgəl 6a çıxılsın 7 böyükdür 0. Bu tənliyi həll eləyək. 6a-dan 4a çıxanda 2a böyükdür 7-dən. A böyükdür 3,5-dən. Bizdən də soruşur ki, bərabərsizliyinin həlli olar. Ən kiçik tam qiymət. 3,5-dən böyüklər. Ən kiçik tam qiyməti 4. D variantı. 9-cu suala baxırıq. Üstü -1, üstü -1. Tərs deməkdir də. Yəni 2x üstəgəlsin 3-ə bərabərdir. 1 bölünsün 2x üstəgəlinsin 3. Üstü -1 bərabərdir əslində 2x üstəgəlinsin 3-ə.
Amma bu məxrəcdə olduğuna görə fərqlidir sıfırdan. 2x üstəgəlinsin 3 fərqlidir sıfırdan. X fərqlidir -1,5-dən. -1,5 qiyməti bu aralığa daxil deyil, məxrəcdə olduğuna görə. İndi biz 2x üstəgəlinsin 3-ü, yəni üstü -1 olduğuna görə tərsinə götürürük. Kiçikdir, bərabərdir 4-dən. Bu bərabərsizliyi həll eləsək, 2x kiçik bərabərdir 1-dən, x kiçik bərabərdir 0,5-dən. Ədədin aldığı aralıq x 0,5 olduqda 0,5-dən kiçik bərabərliklər bu daxildir. Çünki ciddi bərabərsizlikdir. Ciddi bərabərsizlik içi dolu dairə. Amma biz burada x -1,5-i götürməməliyik. Deməli, mənfi sonsuzluqdan -1,5-ə və -1,5-dən 0,5-ə 0,5-i alır. Cavabımız A variantı. Baxaq növbəti suala, sonuncu sualdır. 10-cu sual. Baxırıq sonuncu 10-cu misala. 2 boru birlikdə hovuzu 8 saata doldurur. Birinci boru təklikdə hovuzu doldurmağa ikincidən 12 saat vaxt sərf edir. Az vaxt sərf edir. Birinci boru təklikdə hovuzu neçə saata doldurar? Baxaq görək ki, 1 saata hər bir hovuz necə işləyir? 1 saatda olan hissəni tapmaq üçün birinci boru, ikinci boru. Birinci boru ikincidən 12 saat az işləyir. 12 saat az. Deməli, bu x-dir. İkinci x üstəgəlsin 12-dir. 1 saatda x üstəgəl 1 saatda x üstəgəl 12 bərabərdir 1 saatda 8. Yaxşı. İndi bu tənliyi həll eləyək. 1 bölünsün x üstəgəlsin 1 bölünsün x plus 12 bərabərdir 1 bölünsün 8. Hər tərəf ortaq məxrəcə gətirsək x üstəgəl 12-də x üstəgəl 12 üstəgəlinsin x bərabərdir 1 bölünsün 8. 2x üstəgəl 12 bölünsün x üstəgəlsin x üstəgəl 12 bərabərdir 8-də 1. Çarpaz vurub bərabərləşdirək, həll eləyək. 16x üstəgəl 96 bərabərdir x kvadratı üstəgəl 12x. X kvadratı çıxılsın 4x çıxılsın 96 bərabərdir 0. Köklər cəmi 4. Köklər hasili 96 olarsa, çoxhədlini vuruqlara ayırma düsturu x çıxılsın 12, x üstəgəl 8 bərabərdir 0. Alırıq ki, cavabımız x bərabərdir 12. Çünki x -8-i götürə bilmərik, saat mənfi olmaz. Deməli, birinci boru hovuzu 12 saata doldurursa, ikinci boru 24 saata doldurur təklikdə. Cavabımız C variantı.